Gənc yaşda sidik hissəsi törənməsi mümkündür? Əlbəttə ki, gənc yaşda da sidik hissəsi törənməsi mümkündür günümüzdə. Yəni bu yaxınlarda mən 22 yaşında bir oğlan uşağını sidik hissəsi xərçəngindən əməliyyat eləmişəm. O qədər aqressiv bir xərçəngdir ki, bir aydan sonra təkrar əmələ gəldi. Təkrar 3 aydan sonra təkrar, baxışdan sonra təkrar yenə əmələ gəldi və araşdırma nəticəsində məlum oldu ki, bu 22 yaşında oğlan uşağı elektron siqaretlərdən də istifadə edir. Deməli, elektron siqaretlərin də böyük bir zərəri vardır. Endoskopik əməliyyat hər xəstəyə uyğundur? Biz sidik hissəsi xərçəngində ilk öncə şişlərində və ya hər hansı sidik hissəsi qanamalarında ilk öncə sistoskopiya edilir, endoskopik yolla baxılır. Əlbəttə ki, tümör varsa biz onu götürüb əkilməyə veririk, patologiyaya veririk. Patologiyanın gələn cavabına görə əgər 3 dənə qişə saymışdım, onlardan hansına doğru irəliləyirsə, əgər səhtikdə daxili qişa və daxili qişada varsa, o zaman biz buna davamlı endoskopik əməliyyat eləyə bilirik. Amma əzələ qatına yayılmış durumdadırsa, artıq sidik hissəsi tamamilə götürülür və bağırsaqdan sidik hissəsi düzəldilir. Bəs həkim, son sualım budur ki, sidikdə bir dəfə qan görmək kifayətdirmi ki, biz həkimə müraciət eləyək? Bir dəfə qan görülməsi yüngül bir qanaxmadırsa, bəlkə biz bunu sadəcə qanaxmalar sidikdə, sidik hissəsi xərçəngi ilə olmur. Əlbəttə ki, sidik hissəsində iltihabi proseslərdən, daş olması, bunlar da ona gətirib çıxardır və ya prostat böyüklüyü kişilərdə varsa ona və qadınlarda sistit xəstəliyi varsa, kəskinləşiş dövrüdürsə, onda da qanamalar olur. İlk öncə biz analizlərdən keçirdib, ultrason müayinəsi edib, əgər orada hər hansı bir törəmə şübhəsi yoxdursa, biz ona müalicə yazırıq. Amma ikincili, üçüncülü təkrarlayan qanamalarda və ciddi qanamalarda mütləq ikincili qanamada sistoskopiya önərilir. Təşəkkür edirik. Buyurun, mən təşəkkür edirəm.